Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bugün sertifikasiya üzrə bir neçə nümunə sualların izahı ilə tanış olacağıq. İlk öncə qeyd edim ki, suallar Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən paylaşılmışdır. Bu sualların PDF versiyası ilə Telegram qrupumuzda tanış ola və yükləyə bilərsiniz. Birinci sual, xəritə sxemə və cədvələ əsasən doğru fikirləri müəyyən edin. Xəritə sxemdə Hindistan yarımadası və onun ətrafında yerləşən bir neçə məntəqə göstərilmişdir. Xüsusiyyətlərə baxaq. Birinci məntəqə il boyu günorta vaxtı cisimlərin kölgəsi müşahidə olunur. Birinci məntəqə, diqqət yetirsəniz, şimal tropikindən şimalda yerləşir və burada il boyu cisimlərin kölgəsi müşahidə olunur. Doğru fikirdir. Qarşısına doğru yazıldığı üçün biz bu fikri qəbul edirik. 2. Tropik işıqlanma qurşağında yerləşir. İkinci məntəqə şimal tropikindən cənubda yerləşdiyi üçün biz buranın tropik işıqlanma qurşağında yerləşdiyini söyləyə bilərik. Bu da doğru fikirdir. 3. Allüvial çöküntülərdən təşkil olunmuşdur. Üçüncü məntəqədə allüvial çöküntülər geniş yayılmışdır. Çay deltası yaxınlığında yerləşir. Bu fikir doğrudur. Ancaq qarşısına yanlış yazıldığı üçün qəbul etmirik. 4. Yerləşdiyi ölkə tarixi coğrafi xüsusiyyətlərinə görə federativ quruluşa malikdir. 4-cü məntəqə Hindistan ərazisində yerləşir. Bu ölkə tarixi coğrafi xüsusiyyətlərinə görə yox, milli etnik əlamətlərinə görə federativ quruluşa malikdir. Bu fikir yanlışdır. Qarşısına da yanlış yazıldığı üçün uyğunluq gözlənilmiş olur. 4-cü fikri götürürük. Sahilləri iki okean suları ilə yuyulur. 5-ci məntəqə Şri Lanka adasında yerləşir və Şri Lanka adasının sahilləri yalnız bir okean, Hind okeanının suları ilə yuyulur. Bu fikir yanlışdır. 5-i götürmürük. Doğru cavab A variantıdır. İkinci suala baxaq. Qrafikdə 22 dekabr tarixində gecənin uzunluqları verilmişdir. Buna əsasən şəhərləri müvafiq olaraq uyğunlaşdırın. 22 dekabr tarixində Günəş cənub yarımkürəsində zenitdə olur. Bu zaman şimal yarımkürəsində gündüzlər gecələrdən qısa olur. Yəni gecə daha uzun olur. Və eyni zamanda şimal yarımkürəsində cənubdan şimala doğru getdikcə gecənin uzunluğu artmağa başlayır. Bu o deməkdir ki, Astara rayonundakı gecənin uzunluğu Şəki rayonundakı gecənin uzunluğundan qısa olar. O zaman birinci məntəqə Astaranı, ikinci məntəqə Babəki, üçüncü məntəqə Bakını, dördüncü məntəqə isə Şəkini göstərmiş olar. 1. Astara, 2. Babək, 3. Bakı, 4. Şəki. Doğru cavab D variantıdır. Növbəti suala baxaq. Verilmiş xəritə sxemə əsasən müvafiq olaraq AB, CA marşrutu üzrə hərəkət azimutlarını müəyyən edin. A məntəqəsi diqqət yetirsəniz şimal qütbündə yerləşir və biz bilirik ki, coğrafi qütblərdə yalnız bir istiqamət mövcuddur. Şimal qütbündə yalnız cənub istiqaməti, cənub qütbündə isə yalnız şimal istiqaməti var. Bu zaman A məntəqəsi şimal qütbündə yerləşdiyinə görə buradan B məntəqəsinə gəlmək üçün cənub istiqaməti, yəni 180 dərəcəli azimut qəbul olunar. B məntəqəsi və C məntəqəsi eyni paralel xəttinin üzərində yerləşir. Bu zaman B məntəqəsindən C-yə getmək üçün, paralel üzrə getmək üçün 90 dərəcəli azimut, yəni şərq istiqaməti seçilməlidir. Daha sonra C məntəqəsindən A məntəqəsinə gəlsək, baxırıq ki, A məntəqəsi yenə də şimal qütbü üzərindədir və biz şimala doğru gedəndə 0 dərəcəli azimutu seçməliyik. Doğru cavab 180, 90 və 0 dərəcəli azimutlardır. Cavab Y variantı. Növbəti sual. Günəşin ildə bir dəfə zenitdə olduğu enliklə qütb gecələrinin ən qısa müddətli davam etdiyi enlik arasındakı ən qısa məsafə 1/30 milyon miqyaslı xəritədə 15 sm olarsa təhrifi hesablayın. Təhrifi hesablamaq üçün biz ilk öncə məntəqələr arasındakı məsafəni paralel qövsünə görə
Daha sonra isə miqyasa görə hesablayırıq. Sonda aldığımız cavablar bir-birindən çıxılır və alınan fərq tərifin kəmiyyəti olur. Qeyd olunub ki, hər iki məntəqə şimal yarımkürəsində yerləşir. Günəşin ildə bir dəfə zenitdə olduğu enlik şimal tropikidir. Qütb gecələrinin ən qısa müddətli davam etdiyi enlik isə şimal qütb dairəsidir. Şimal tropiki 23,5 dərəcə şimal enliyində, şimal qütb dairəsi isə 66,5 dərəcə şimal enliyində yerləşir. Fərqi tapsaq, 66,5 dərəcə çıxılsın 23,5 dərəcə bərabər olar 43 dərəcəyə. Deməli, məntəqələr arasında 43 dərəcə coğrafi enlik fərqi var. Və 1 dərəcə coğrafi enlik fərqi meridian üzərində 111 kilometrdir. Bu səbəbdən 43-ü 111-ə vurarıq, bərabərdir 4773 kilometr. Məntəqələr arasındakı həqiqi məsafəni paralel qövsünə görə hesabladıq. Daha sonra məntəqələr arasındakı məsafəni miqyasa əsasən hesablayaq. Miqyası izahlaya çevirsək, 5 sıfır silinər, yəni 100 minə bölərik. Olacaq 1 santimetrdə 300 kilometr. 15 santimetrdə isə x kilometr. Buradan x bərabərdir 300 vurulsun 15, o da bərabər olar 4500 kilometr. Biz hər iki formada məntəqələr arasındakı məsafəni hesabladıq. Deməli, coğrafi enlik fərqinə görə məsafə 4773 kilometr, miqyasa əsasən məsafə isə 4500 kilometrdir. Eyni məntəqə arasındakı iki fərqli cavab almaq o deməkdir ki, məntəqələr arasındakı məsafə müəyyən qədər təhrif olunubdur. Təhrifi tapmaq üçün bu məsafələr bir-birindən çıxılır. Təhrif bərabərdir 4773 çıxılsın 4500, o da bərabərdir 273 kilometr. Doğru cavablar siyahısında 273 kilometr yoxdur, yəni texniki olaraq səhv gedib. Doğru cavab olmalıdır 273 kilometr. Növbəti suala baxaq. 22 dekabr tarixində 30 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində günorta vaxtıdır və kölgə yoxdur. Deməli, Günəş A məntəqəsində zenitdədir. B məntəqəsində isə Günəşin kölgənin uzunluğu ilə cismin öz uzunluğu bərabərdir və kölgə şimal istiqamətində düşür. Verilənlərə əsasən B məntəqəsinin koordinatını müəyyən edin. Əvvəlcə 30 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsini göstərək. 22 dekabrda bu məntəqədə kölgə yoxdursa, deməli bu məntəqə 23,5 dərəcə cənub enliyi ilə 30 dərəcə şərq uzunluğunun kəsişməsində yerləşir. Bura A məntəqəsidir. Və bizə deyilir ki, B məntəqəsində kölgənin uzunluğu cismin öz uzunluğuna bərabərdir. Həmçinin kölgə şimal istiqamətinə düşür. Kölgə şimala doğru düşürsə, deməli B məntəqəsi A məntəqəsindən şimalda yerləşir. Burada yerləşsin B məntəqəsi. B məntəqəsinin coğrafi koordinatlarını müəyyənləşdirək. Əgər məntəqəyə, daha doğrusu məntəqədə cismin kölgəsinin uzunluğu cismin öz uzunluğuna bərabərdirsə, deməli bu məntəqəyə günəş şüaları 45 dərəcə bucaqla düşür. A məntəqəsinə günəş 90 dərəcə bucaqla düşür. B məntəqəsində isə 45 dərəcə bucaqla düşür. Deməli, 90 çıxılsın 45 bərabərdir 45 dərəcəyə. Bu o deməkdir ki, B məntəqəsi A məntəqəsindən 45 dərəcə şimalda yerləşir. A məntəqəsi özü də 23,5 dərəcə cənub enliyindədir. O zaman 23,5-dən 45 dərəcəni çıxarıq, qalar -21,5 dərəcə. Bu o deməkdir ki, B məntəqəsi 21,5 dərəcə şimal enliyində yerləşir. Və coğrafi uzunluq dəyişmir. Çünki bu məntəqəyə günəş şüaları qeyd olunub ki, cənubdan düşür, kölgə isə şimala doğru istiqamətlənir. Doğru cavab olacaq 30 dərəcə şərq uzunluğu və 21,5 dərəcə şimal enliyi.
Cavab Y variantıdır. Keçək növbəti suala. Euler-Venn diaqramına əsasən işıqlanma qurşaqlarına aid olan əlamətləri müəyyən edin. Afrika materikinin bir hissəsini tutur. Afrika materikinin bir hissəsini tutur. Deməli, tropik və şimal mülayim işıqlanma qurşağı. Həmçinin bir qədər də cənub mülayim işıqlanma qurşağı tutur. Qrafikə əsasən biz ikinci məntəqəyə A bəndini götürə bilərik. Daha sonra yer oxunun orbit müstəvisinə meyillik bucağı artarsa, bu işıqlanma qurşağının sahəsi azalır. Hal-hazırda yerin meyillik bucağı 66,5 dərəcəyə bərabərdir və buna görə tropiklər 23,5 dərəcəli enliklərdən, qütb dairələri isə 66,5 dərəcəli enliklərdən keçir. Tropikin coğrafi enliyini tapmaq üçün meyillik bucağı 90-dan çıxılır. Qütb dairələri isə meyilliyin bucağına bərabər olur. Necə ki 66,5 dərəcə meyillidir, o zaman qütb dairəsi də 66,5 dərəcəli enlikdən keçir. Əgər meyillik artsa, məsələn olsa 80 dərəcə, bu zaman tropiklər 10 dərəcəli enliklərdən keçər, qütb dairəsi isə 80 dərəcəli enliklərdən keçər. Və müşahidə etdinizsə, bu zaman mülayim işıqlanma qurşağı böyüyər, tropik və qütb işıqlanma qurşaqları isə kiçilər. Deməli, hansı işıqlanma qurşağının sahəsi azalacaq? Tropikin və şimal qütbün sahəsi azalacaq. 3-ə B variantı uyğundur. C variantı 3-cü saat qurşağının orta meridianı bu işıqlanma qurşağından keçir. Ümumiyyətlə, bütün saat qurşaqlarının meridianları və bütün meridianlar həmçinin işıqlanma qurşaqlarının hamısından keçir. C variantı birinci hissəyə aid olar. D variantı 66,5 dərəcə şimal enliyi bu işıqlanma qurşağının sərhədini təşkil edir. 66,5 dərəcəli şimal enliyi şimal mülayim işıqlanma qurşağı ilə şimal qütb işıqlanma qurşağının sərhədini təşkil edir. D variantı 4-cü hissəyə uyğundur. Qütb ulduzunun görünmə bucağı ilə Günəşin düşmə bucağı bu işıqlanma qurşağında bərabərləşə bilər. Bu işıqlanma qurşağı isə əlbəttə ki, şimal mülayim işıqlanma qurşağıdır. 5-ə Y uyğundur. Deməli, 1-ə C, 2-yə A, 3-ə B, 4D, 5 isə Y. Doğru cavab A variantıdır. Keçək növbəti suala. Sxemə əsasən Z nöqtəsinin hündürlüyünü hesablayın. Nəzərə alın ki, X və Y nöqtələri arasındakı məsafə 200 metrdir. Biz bilirik ki, bir-birini əhatə etməyən iki qonşu horizontalın hündürlüyü bir-birinə bərabərdir. Yəni, Y məntəqəsinin yerləşdiyi horizontalın hündürlüyü ilə sağ tərəfdəki X-dən əvvəl gələn horizontalın hündürlüyü bir-birinə bərabərdir. Bu zaman biz Y məntəqəsini bura qeyd edə bilərik. Həmçinin başqa cür məsələyə belə baxa bilərik. Y məntəqəsinin horizontalı dəniz səviyyəsindən sonra ikinci horizontaldır. Sağ tərəfdə də hal-hazırda Y-i qeyd etdiyimiz horizontal dəniz səviyyəsindən sonra ikinci horizontalın üzərindədir. Ona görə də Y məntəqəsini biz bu hissəyə qeyd edə bilərik. Və qeyd olunur ki, X və Y arasında məsafə 200 metrdir. Yəni, həm də bu kəsmə yüksəkliyə bərabər olur. Çünki X və Y qonşu horizontallar olur. Bura 200 metrdirsə, bizdən Z məntəqəsinin hündürlüyü istənilir. Dəniz səviyyəsini 0 metr qeyd edib, Z məntəqəsinə qədər olan kəsmə yüksəklikləri sayaq. 1, 2, 3, 4 kəsmə yüksəklik var. Və bir kəsmə yüksəklik 200-ə bərabər olduğuna görə 200 vurulsun 4 bərabərdir 800 metr. Doğru cavab C variantıdır. Yəni Z məntəqəsi 800 metr yüksəklikdə yerləşir. Sonuncu suala baxaq. Müvafiq olaraq 3-cü, 22-ci və 4-cü saat qurşaqlarının sərhədləri daxilində yerləşən meridianları müəyyən edin. Müəyyənləşdirək. İlk öncə 3-cü saat qurşağına baxaq. Bunun üçün ilk öncə saat qurşaqlarının orta meridianını tapmaq lazımdır. Orta meridianı tapanda qurşağın göstəricisi 15 dərəcəyə vurulur. 3-ü 15-ə vursaq olacaq
45 dərəcə şərq uzunluğu, çünki 3-cü saat qurşağı şərq yarımkürəsində yerləşir. Sərhədləri tapanda isə bir dəfə orta meridianın üzərinə 7.5 əlavə edərik, bir dəfə də 7.5 çıxarıq. 45-in üzərinə 7.5 əlavə etsək olacaq 52.5 dərəcə, 45-dən 7.5 çıxsaq olacaq 37.5 dərəcə şərq uzunluğu. Bura olur 3-cü saat qurşağı. Daha sonra 4-cü saat qurşağını qeyd edək. 4-ü 15-ə vursaq olacaq 60 dərəcə şərq uzunluğu. 60-ın üzərinə 7.5 gəlsək olacaq 67.5. 60-dan 7.5 çıxsaq olacaq 52.5. Elə bu sərhəd həm də 60 şərq uzunluğuna nəzərən 4-cü saat qurşağının qərb sərhədidir. Bir də təzədən 52.5-i göstərmirəm. 22-ci saat qurşağı. 22-ci saat qurşağı qərb yarımkürəsində yerləşir. Qərbdə yerləşən saat qurşağının orta meridianını tapanda ilk öncə göstəricini 24-dən çıxmaq lazımdır. Yəni 22 çıxılsın 24, qalacaq 2. 2-ni 15-ə vursaq 30 dərəcə qərb uzunluğu. Daha sonra kənar meridianları müəyyənləşdirək. 30-un üzərinə 7.5 əlavə etsək olacaq 37.5 qərb uzunluğu. 30-dan 7.5 çıxsaq olacaq 22.5 dərəcə qərb uzunluğu. Deməli, saat qurşaqlarının, bizə verilən saat qurşaqlarının orta meridianlarını və kənar meridianlarını müəyyənləşdirdik. İndi bu sərhədlər daxilində yerləşən məntəqələri müəyyənləşdirək. 50 dərəcə şərq uzunluğu düşəcək 3-cü saat qurşağına. Rəngi dəyişək bir dəqiqə. Deməli, 50 şərq uzunluğu düşür 3-cü saat qurşağına. Bu hissəyə, bura 1-ci məntəqəni qeyd edək. Daha sonra 2-ci 39 qərb uzunluğu. 39 qərb uzunluğu bu hissəyə düşəcək. Heç birinə uyğun gəlmir. Sonra 24 qərb uzunluğu. 24 qərb uzunluğu da düşəcək hara? 22-ci saat qurşağının ərazisinə. 53-cü şərq uzunluğu düşəcək 4-cü saat qurşağının ərazisinə. 4-ü bura qeyd edək. 70 şərq uzunluğu burada olur. Heç bir məntəqəyə düşmür. 20 şərq uzunluğu da həmçinin heç bir saat qurşağına uyğun gəlmir. Deməli, 3-cü saat qurşağında yerləşən 1-ci məntəqədir. 22-ci saat qurşağında yerləşən 3-cü məntəqədir. 4-cü saat qurşağında yerləşən isə 4-cü məntəqədir. Doğru cavabımız olacaq 1, 3 və 4. C variantı. Sualların izahı bu qədər. Sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.